eləyəsən. Salam aleykum. Aleyküm salam. Deməli, mən sənə sual vermək istəyirəm. Quran-ı Kərimi Allah Rəsulu izah eləyir, yoxsa necə? Allah izah edir. Allah izah eləyir. Bəli. Dəlil hardadır? Dəlil Quranda. 75-in 19-u. Biz onu bizə indirdi, biz də sənə izah edəcəyik. Bəs Ən-Nəhl surəsi 44-cü ayət nə deyir? Nəhl 44-cü ayət deyir ki, onu sənə göndərdi ki, sən o insanlara bəyan eləyəsən. Yəni sən onu izah eləyəsən. Yox. İzah eləyəsən, bəyan eləyəsən. Hədə izah eləyəsən. İndi biz burada Orada bəyan sözün mənası biraz fərqli olur, ona görə yəni bəyan eləyəsən, açıqlayasan. Orada açıqlamaq var da. Biz görürük ki, məsəl üçün hədis inkarçıları bu iki dənə ayət içərisində yəni qalırsınız da, belə deyək də. Həm Quran-ı Kərimi Allah izah eləyir, həm də Muhammed, Allahın salamı olsun ona və onun ailəsinə, o izah eləyir. Sizə elə gəlmirmi ki, Quran-ı Kərimi Allah izah eləyir və ondan əlavə də bu ayətlər üzərinə Rasulullah da izah eləyir. Yəni bu ayət bunu vermirmi? Yoxsa necə başa düşürsünüz siz bunu? Resulullahın da izahı Allahın izahıdır da. Rasulullahın, Allah əgər izah eləyirsə bir şeyi, Rasulullahın ehtiyacı yoxdur ki, bunu izah eləməyə. Mən bununla bilsiz nə demək istəyirəm? Demək istəyirəm ki, Allahın izah etdikləri Quranda, Rasulullahın izah etdikləri də hədisdədir. O elə də zaten Allahın izah elədiyi Quran necə izah edir? Məsələn, Quran-ı Kərim Allahın sözü həm Rasulun dilindədir, həm də kitabdadır. İndi gəlin belə eləyək də. Məsəl üçün Allah dedi ki, namaz qıl. Rasulullah bunu özündən çıxardacaq ki, necə namaz qılmaq lazımdır, necə oruç tutmaq lazımdır, necə cihad etmək lazımdır. Yox. Allah Quranda deyir ki, əgər sən özündən bir şey əlavə eləsən, sən şahdan ağıl opardar. Aha, deməli, hər bir şeyin izahını Allah verirsə, Rasulullahın da ayətlər üzərinə izah verməsi başqa bir şey. Yenə də Allahın sözüdür. Amma mən burada din Allahdan gəlir. Bəli. Mən burada tam olaraq indi nə demək istəyirəm? Məsəl üçün 75-in 19-unda oxu, sonra bunu izah etmək bizə aiddir. Allah deyir və həmçinin 11-ci surənin 1 və 2-ci ayəsində dedir ki, təfsirin mən edirəm ki, başqalarını ibadət etməyəsən. Bu tərəfdən də Ən-Nəhldə 44-də Rasulullah bunu izah eləyir. Yəni bu Allah Rəsulu da desə, Allah birbaşa ayətlə də desə, hamısı Allaha aiddir bunlar. Allaha aid. Allah birbaşa da ayət göndərir, Rəsulun dili ilə insanlara izah edir. Bəli. Yəni bu ayələr, yəni mən belə başa düşürəm. İndi gör mən düz başa düşürəm, mənə köməklik elə, yoxsa səhv başa düşürəm, orada da mənə köməklik elə. Allah Quran-ı Kərimdə deyir, mən izah eləyirəm bu ayələri, dediyim ayələrlə dəlil olaraq, Rasulullah da izah eləyir. Deməli, burada iki dənə bir şey var. Nə bir şey var? Əgər biz bu hədis inkarçıları deyir ki, Quran-ı Kərim açıq aydındırsa, bu elə Rasulullahın izah etməsinə deməli ehtiyac duyulur ki, insan beyninin, yəni peyğəmbər olmayan, Rasul olmayan, nəbi olmayan bir insan ayətə giriş eləyə bilməz, ayəti öz bildiyi kimi başa düşə bilməz. Ya Allah bunu izah eləyəcək, ya da Rasulullah. Bu ikisindən biri və Allahın izah etdiyi, dediyim kimi, Quran və sünnətdədir və Allah Rasulunun izah etdiyi isə Quranda deyil, hədisdədir. İndi mən yəni
hansı bir şeyi səhv elədim, düz elədim, onu mənə yəni köməklik eləyə bilərsən, problemdir. Heç səhv deyil əslində, Allahın izah etdiyi ayətdədir. Rəsulun dili ilə izah etdiyi də hədisdədir. Yəni Allahın izahıdır o. Bəli, yenə də Allahın izahıdır. Allah Rəsulu özündən bir şey qatmaz. Əgər qatarsa, Allah o şah damarını qopardardı. Qopartmayırsa, demək ki, nə varsa Allahdandır. Mən sizə təşəkkür edirəm. Allah sizə versin, ailənizə xeyir və bərəkət versin. Amin. Amin. Təşəkkür edirəm. Sizdən var. Deməli, həm söhbət etdiyim bəy Vüqar bəy idi. Deməli, biz yəni, həqiqətən Quran-ı Kərimdə görürük ki, 75-ci surənin 17, 18, 19-cu ayələri oxuyanda ya Muhammed, ey Allahın Rəsulu, bunu oxu, sonra bunu izah etmək bizə aiddir və həmçinin də 11-ci surənin 1 və 2-ci ayəsində Allah deyir ki, bunu təfsir etmək mənə aiddir ki, başqalarına ibadət etməyəsiniz. Bu ayələri görürük biz. Ən-Nəhl surəsinin 44-cü ayəsində isə nə görürük? Biz görürük ki, izahı Allahın Rəsulu Muhammed, Allahın salamı olsun ona və onun ailəsinə, o da bunu edir. Allahın təfsir etdiyi, Allahın ayələrə açıq verdiyi ayədədir. Amma Resulullahın açıqladığı bir şey ayədə deyil. Bizi hara göndərir? Bəli, hədislərə. Bəli, indi hədis inkarçıları bu olub bitən dəlilləri görəndən sonra ha eləyəcəklər, qahqaha çəkəcəklər. Amma bir dənə də dəlil verirəm sizə. Əgər aranızda bir ixtilaf baş tutarsa, dönün Allaha və onun Rəsuluna. Dönün Allaha və onun Rəsuluna. Yəni Qur'ana, bir də Rəsullaha. Aranızda bir ixtilaf baş tutarsa, diqqətli olun. 59. Aranızda bir ixtilaf baş tutarsa, dönün Allaha və onun Rəsuluna. Allah dedikdə Qur'ana, Rasulullah dedikdə, yəni ehtiyac var Rasulullaha dönmək, ehtiyac yoxdur ki. Çünki olub bitənlər Quran-ı Kərimdə var da. Deməli bunun izahı lazımdır. Oxuyucu, iman gətirən bir insan bunu başa düşə bilməz. Mütləq olaraq kitab verilmiş insan ayətləri izah etməlidir ki, onu oxuyan, oxuyucu başa düşsün. Aranızda bir ixtilaf baş tutarsa, dönün Allaha və onun Rəsuluna. Əgər Quran-ı Kərim açıqdırsa, Resulullahı neynirəm mən? Muhammedi neynirəm ki mən? Siz bunu belə deyirsiniz. Quran-ı Kərim açıq-aşkardır deyirsiniz. Quran açıq-aşkardır. Quranda hər şey var. Ehtiyac yoxdur. Muhammed ancaq aldı, verdi, apardı və salam. O ki, poçtaçı deyirlər. Məşhur olan bir sözdən istifadə etdim mən. Yəni Allah'tan aldı məktubu, verdi sizə və salam. Yox elə deyil. Allah'ın özü deyir, aranızda bir ixtilaf baş tutarsa, ixtilaf var. Artıq bir ixtilaf var, Müslümanlar arasında bir ixtilaf var. Əgər Allah'a və onun Resuluna iman etmişsinizsə, bu ixtilafın yolunu, həlli yolunu Allah'ın kitabına yox. Allah'a və onun Resuluna aparın. Çünki siz Kur'an'ı Resulullahsız, Muhammedsiz başa düşə bilməzsiniz. Açıq-aşkar olaraq deyir. Əgər elə açıq-aşkar idisə, Allah elə deyərdi ki, bu ixtilafın həlli yolu Allah'a aparın. Çünki Allah'ın elə özü deyəcək ki, yəni bu kitab açıq-aşkardır da. Açıq-aşkar olmadığını subut, ispat edəcək iki dənə mövzu qoydum. Buna hədis inkarçıları, üzürlü sayın hədis inkarçıları yox, Qur'an inkarçıları cavab versin. Əgər Allah'ın kitabı Allah açıqlayırsa, Resulullah nəyi açıqlamışdır? Resulullah'ın açıqlamağa ehtiyacı yoxdur axı. Ən-Nəhl 44'də deyir ki, Resulullah da açıqlayır. Nəyi açıqlayır? Açıq olan bir şeyin ehtiyacı var. Nəyəsə açıqlamağa. Deməli, açıqlama ehtiyacı var. İki dənə xət var burada. Birinci, hədis inkarçıları deyək ki, hədisi aparmırlar. Diqqət. Deyək ki,
bu ayəti mən apardım hədislərə, amma Quran və hədis inkarçıları deyir ki, yox, bu hədis, bu ayət hədisə aparmır. Tamam, elə sən qaldığın yerdə qalaq. Nəyə aparır? Onda Quranın izahı var. Quranın ikinci bir izahı var. Allah tərəfindən bir izahı var. Bir. İkinci, özü özlüyündə subut və ispat eləyir ki, ayət subut və ispat eləyir ki, nəinki Allah bunları bütövlüklə izah etdi. Və ikinci izah da var. İnsanın izahı da mütləqdir. İndi mən o hədis və Quran inkarçılarına deyirəm, sizin yanınızda Muhammed varmı ki, bunu sizə izah eləsin? Bu mövzunun içində çoxlu suallarım var sizə. Başa düşdünüzdə məni? Məgər Quran-ı Kərim Allah tərəfindən izah olunmadı mı ki, ikinci izaha da ehtiyac olsun? Muhammedin vasitəsilə sizin işiniz ağırdır. Ümidvaram ki, yazarsınız və ayəyinə xahiş edirəm, öz beyninizin məhsulunu ortaya qoymayın. Öz beyninizin məhsulunu ortaya qoysaz, deməli, öz hədislərinizi ortaya qoymuş olursunuz. Mövzu ilə əlaqədar olaraq ayət gözləyirəm sizlər. Hədis inkarçıları yox. Quran inkarçıları mən sizi gözləyirəm.